bizim var olmağımız üçün, həyatda duruş gətirməyimiz üçün 5 belə deyim bənd var, təməl müstəvilər var. Yəni ki, biz həyatda var olmağımız üçün, mövcud olmağımız üçün bunlar əsas şərtlərdir. 5 əsas şərt var, belə deyək. Birincisi qidadır. Mütləq şəkildə istənilən canlı ilk növbədə qidalanmalıdır. Yəni, ana bətnində belə istər canlı olsun, istər bitki olsun, fərqi yoxdur. İlk növbədə ona lazım olan şey qidadır ki, bu böyüsün. Siz ilk növbədə qidanızı təmin eləməlisiniz. Qidasını təmin eləməyən bir canlı digər müstəvi haqqında ümumiyyətlə düşünməli deyil. İlk növbədə birinci qidanızı, qazancınızı təmin eləməlisiniz. Bunu öyrənməlisiniz. Bunu öyrənəndən sonra artıq müdafiə lazımdır. Yəni ev lazımdır, yuva lazımdır ki, axşam yatanda bir daldanacaq olsun, bir yağışdan, günəşdən, küləkdən qorunacaq bir yerin olsun. Yəni ona görə də bizim bu təlimlərimizə biz startı müdafiədən başlayırıq. Şükür Allaha düşünürəm ki, ən azından qidanız var ki, qazancınız var ki, siz bu təlimlərə qatıla bilirsiniz. Və düşünürəm ki, eviniz də var. Yoxdursa, bunu zaman-zaman öyrənərək, bilərək, inkişaf eləyərək əldə edəcəksiniz. Təlimlərdə bu haqda da bilgilər veriləcək, arzuların həyata keçməsi haqqında. Yəni, müdafiədən sonra artıq tam dəyərli istirahət lazımdır. Üçüncü şərt budur. Bu üç bənd yaranış üçün, yəni sadəcə mövcud olmağın şərtləridir. Bu hələ yaşamaq deyil. Yəni, qida, müdafiə və tam dəyərli istirahət. Bu üçü mövcud olmaq üçün yetərli olan şərtlərdir. Keçmək üçün artıq insanın məşğuliyyəti olmalıdır, əyləncəsi olmalıdır, emosiyaları olmalıdır ki, yəni bu artıq sevinir, gülür, kədərlənir və s. hansısa bir məşğuliyyəti var. Yaşamaq bu dördüncü şərtdən sonra başlayır. Yəni digər üçü sadəcə mövcud olanlar üçündür. Yəni baxsaz, özünüzə analiz eləsəz, baxarsınız ki, bizim çoxumuz sən demə illərdir sadəcə mövcud olmuşuq, yaşamamışıq. Dördüncü bənddən sonra isə artıq çoxalmaq olar. Yəni ailə qurmaq olar, övlad sahibi olmaq olar, hansısa bir ideyanın və yaxud da ki, layihəni həyata keçirtmək olar. Çoxalmaya həm də bu ruhi bilgilərlə məşğuliyyət də daxildir. Müxtəlif mövzularda suallarınıza cavab tapmaq istəyirsinizsə, Elçin qiyası ilə quyuya enerji tökməklə də olmaz. Zərrə içində zərrə. Təbii valideyn-övlad münasibətləri necə olmalıdır? Arzuların gerçəkləşməsi texnikası və xoşbəxtlik formulu adlı webinarlarımızı əldə edə bilərsiniz. Ətraflı məlumat üçün açıqlamanı oxuyun.